Yəqin ki, bu sizin çoxunuzun başınıza gəlir. Bismillahirrahmanirrahim. Quran-ı Kərimə Ramazan günündə oxumayıb, başqa hava oxuyacaqsan. Və hər bir dəqiqədən bir neyinir? Mesajlar tökülür. Ya Telegrama, ya da ki Instagrama, ya da ki WhatsApp'a. Və bir səhifəni bir türlü oxuyub qutara bilmirsən. Ona görə neyinirik? Biz onlayn xəttini bağlayırıq. Ən azı 2 saatlıq. Və telefonu özümüzdən uzağa qoyuruq. Yalnız zəng üçün açırıq. Və Quran-ı Kərimi qaldırırıq. Ta bir cüzü oxuyub qutarmayınca. İkinci cüzü oxuyub qutarmayınca. Tam yorulmayınca telefonu açmırıq. Bunu eləməsəz, əks halda məhrum olursunuz. Və bu həqiqətən bizim Ramazanımızı oğrayanlardan biridir. Sosial şəbəkələr. Oğruyur Ramazanımızı. Və nə çox lazımsız zənglər, mesajlar gəlir. 2 dəqiqədən bir ding və sər ilə axır. Dayanın, durun. Ehtiyac yoxdur bu qədər. Bununla məşğul olun. Bu Kur'an'ın ayıdır. Kur'an'a lehze hüccet olmasın.